Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, Edgar Allan Poe'nun şeirlərini oxuyurdum. Çox sevdiyim şeirinə yenidən rast gəldim və ruhumda mütəəssirlik yarandı. İstəyirəm bu çox sevdiyim şeiri sizlə bölüşüm dostlar. Bir poeziya məqamı yaradaq və mən də qabiliyyətlərim çərçivəsində şeiri oxuyum və sonra müəyyən qədər onu, necə deyək, aydınlaşdıraq şeirin məzmununu və müəyyən oradakı forma ilə bağlı məqamları. Şeirin adı dünyada xeyli məşhurdur, ədəbiyyat sevərlər arasında xeyli məşhurdur. Anna Burley şeiridir. Bu bir müstəsna sevgi şeiridir, amma məsələ təkcə bu şeirin çox müstəsna bir sevgi şeiri olması ilə bağlı deyil, həm də oradakı mənzərələrin, şeirin quruluşundakı musiqiliyin əhəmiyyətidir və aurası, şeirin aurasının əhəmiyyətidir dostlar. Şeirin aurası necədir? Şeirin aurası necədir? Mən istəyərdim ki, biz birlikdə dostlar, indi mən spontan danışıram, demək olar həmişə olduğu kimi, buna görə üzrlü biləsiniz. Şeirin aurası müəyyən qədər qotikvari, nağılvaridir. Ona görə bu nağılvariliyi belə gözümüzün önündə saxlayaraq və ya zehnimizdə saxlayaraq o mühiti yaradaraq şeirdən bəhrələnə bilərik və ləzzət ala bilərik dostlar. Bu əhəmiyyəti. İndi o nağılvariliyin nə olduğu aşkara çıxacaq müəyyən qədər. Deməli dostlar, mən bunun özgün variantını oxumaq istəyirəm əvvəlcə, öz qabiliyyətlərim çərçivəsində. Sonra müəyyən qədər həm onu öz dilimizdə, elə bil ki, nəsr şəklində şeiri barəsində məzmununu danışmağa çalışacağam. Və bir türk variantını da oxuyacağam. Türk variantları içərisində ən xoş olanlardan birini oxuyacağam. Və belə deyək, musiqili olanını oxuyacağam. Amma o variantda əslində dolğun tərcümə sayılmaz. Amma musiqiliyinə görə, zərifliyinə görə oxuyacağam dostlar. Deməli, Anna Burley, Edgar Allan Poe'nu həm də xatırlayacağıq bugün dostlar. Öz sevgimiz, öz hörmətimiz, öz bilgimiz, öz istedadlarımız çərçivəsində. Başlayaq oxumağa dostlar. Yaxşı, azadə şəkildə oxuyaraq. Bax, Anna Burley, bu sevgilisi, bu söhbəti eləyənin, yəni bu sevgisi barədə söhbət açanın eşqidir Anna Burley. Eşqi olan qızın, xanımın adıdır. Bax, burada belə deyil, bax. İndi mən oxuyaq, sonra deyəcəyim də nəyə görə məsələn, burada nağılvari, qotikvari, belə bir tərz var, aura var dostlar. Onu tutmağı mən istəyərdim ki, sevimli, mən bu oxucularla, sevimli yoldaşlarla bu auranı tutaq dostlar. Auranı tutaq.
hiss eləyək onu, hiss eləyək. Bu şeirdən alacağımız həzzin, estetik həzzin və bu şeirin daşıdığı bilgidən alacağımız estetik həzzin, üstəlik o metafizik iradə dünyasının bizə bəxş etdiyi dərk etmənin də həzzini artıracaq dostlar, yaxşımı? Bu əhəmiyyətli detallardır. It was many and many a year ago, in a kingdom by the sea, that a maiden there lived whom you may know by the name of Annabel Lee. And this maiden, she lived with no other thoughts than to love and be loved by me. I was a child, and she was a child, in this kingdom by the sea. But we loved with a love that was more than love, I and my Annabel Lee. With a love that the winged seraphs of heaven coveted her and me. And this was the reason that long ago, in this kingdom by the sea, a wind blew out of a cloud by night, chilling my beautiful Annabel Lee. So that her highborn kinsmen came and bore her away from me to shut her up in a sepulchre in this kingdom by the sea. The angels, not half so happy in heaven, went envying her and me. Yes, that was the reason, as all men know, in this kingdom by the sea, that the wind came out of the cloud by night, chilling and killing my Annabel Lee. But our love, it was stronger by far than the love of those who were older than we, of many far wiser than we. And neither the angels in heaven above, nor the demons down under the sea, can ever dissever my soul from the soul of so beautiful Annabel Lee. For the moon never beams without bringing me dreams of the beautiful Annabel Lee, and the stars never rise, but I feel the bright eyes of so beautiful Annabel Lee. And so, all the night tide I lie down by the side of my darling, my life and my bride, in her sepulchre there by the sea, in her tomb by the sounding of the sea. Belə bir şeydir dostlar. İndi mən dostlar məhdud qabiliyyətlərimlə buradakı melodikliyi çatdırmağa çalışdım. Özgün mətndəki melodikliyi və yenidən bəzi yerlərini yenidən çatdırmağa çalışacağam. Deməli dostlar, bunu da nəzərə alın ki, dostlar, mən çox az məşq eləyib bu şeiri oxudum da, bunu da nəzərə alın lütfən. Bəlkə də çox məşq eləsəm, indikindən daha effektiv alınır dostlar. Bunu nəzərə alasınız. Deməli, söhbət nədir dostlar? Baxın, əvvəlcən artıq deyilir söhbət ki, nədir bu? Bax, deyir ki, it was many and many a year ago in a kingdom by the sea. Yəni, çox illər əvvəl dəniz qırağındakı bir krallıqda nağılvari bir giriş var. Yəni, təsəvvürünüzdə canlandırın bunu. Bu mənzərələri təsəvvürünüzdə canlandırın dostlar. Çalışın. Siz böyük həzz alacaqsınız. Birlikdə böyük həzz alacağıq. Varlığımızdan həzz alacağıq. Poeziya vasitəsilə öz varlığımızdan, təxəyyülümüzdən, varlığımızın dərinliklərində yatan həyati bilgilərdən, dərin dərk etmələrdən ləzzət alacağıq dostlar. Birlikdə budur. Bir dənə şeir aləmi quracaq. Yaxşımı dostlar? Bax, deyir, çox əvvəl idi. Yəni, o illər əvvəl, əsrlər öncə, qərinələr öncə bir dəniz qırağında bir krallıq var idi dostlar. Deyir ki, bax, orada deyir, həm də bu İngiliscə və Rusca variantıdır dostlar, bu bilingual. Yəni, bu iki tərəflidir dostlar.
Həm rusca tərcümə var, həm ingiliscə özgün variant var. Bu qəşəng bir kitab. Bundan söhbət açmışdım mı? Açmışdım. Ən çox sevdiyim variantlardır bu. Kitablar içərisində belə variant, hər müxtəlif dillərdə dostlar. Deməli, burada deyəsən rusca variantıdır, bu Balmontundur deyəsən. Balmont var, baxın. Balmontundur. Ədəbiyyatçısı, rus ədəbiyyatçısı. Məşhur olub o. Gümüş ədəbiyyat dövrünün şair müəlliflərindəndir. Gümüş ədəbiyyat səhv eləmirəmsə. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri, 20-ci əsrin əvvəlləri o dövrlər olmalıdır. 19-cu son, 20-ci əsrin əvvəlləri desən o dövrlərdir. Deməli, o tərcümə edib dostlar. Oradan da nə deyir? Bax, deyir ki, çox-çox əvvəllər deyir, o dəniz qırağındakı bir krallıqda bir qız yaşayardı. Bir qız yaşayardı. Annabelli adında. Orada çiçəklənərdi. Biz deyir bizim bir-birimizi sevməkdən başqa fikir zikrimiz yox idi. Bunu danışan deyir, aşıq deyir. O qız, bizim üçün ən şirin şey bir-birimizi sevmək idi. Sevmək və mənim tərəfimdən sevilmək. Onun fikri zikri buydu. Qız haqqında, bir Annabelli haqqında. Biz deyir, çocuq uyduq. Bu krallıqda, dəniz qırağındakı krallıqda, təsəvvür edin, bir qadın dəniz qırağında krallıq var dostlar. Orada bir qız var, çiçəklənən qız. Annabelli adında. But we love. Amma deyir, biz sevgidən daha artıq bir sevgi ilə bir-birimizi sevirdik. Mən və mənim Annabelliyim. Mən və mənim Annabelliyim. Belə də ola bilər. Elə bir sevgi ilə ki, cənnətin qanadlı serafimləri onunla mənə qiftə eləyərdilər. Cənnətin qanadlı serafimləri, yəni mələkləri də, belə demək var da, serafimlər qanadlı. Onlar deyir, bizə qiftə eləyirdilər bizim sevgimizə, belə sevirdik bir-birimizi. Mən və mənim gözəl Annabelliyim. Onlar bizə qiftə eləyirdilər. Həsəd yox, qiftə də, qiftə yəni, belə qiftə eləyirdilər bizə. Həsədə aşağıda deyir. Deyir, bax, buna görə də, çox əvvəllər, and this was the reason that long ago, in this kingdom by the sea, külək əsdi, deyir, külək əsdi, soyuq külək. Təsəvvür edin, külək əsir, deyir, o krallıqda, məhz buna görə, yəni, mələklər bizi qısqanırdılar, yəni, mələk adətən təmiz ruhlu olar da, biz elə sevirdik ki, bir-birimizi, mələklər bizi qısqanırdılar, məhz bu səbəbdən bir külək əsdi, qara buludlar bir-birinə toqquşdu, belə, qara buludlar gəldi, yıldırımlar çaxdı, yağış yağdı. Və mənim gözəl Annabellim xəstələndi. Bax, gör nə deyir? Deyir, bu tərcümədə belə deyir, çox qəşəngdir. Bax, deyir ki, mənim zərif Annabellim bir-birimizi sevgidən də daha ötə bir sevgi ilə sevirdik. Buna görə səmalardakı serafimlər bunu bizə bağışlamadılar. Belə tərcümədə belə. Orijinalda belədir, yəni bizə qiftələdilər. Amma Balmont belə, bizi bağışlamadılar buna görə. Bu da qəşəng, zərif tərcümədir. Buna görə də o dəniz qırağındakı krallıqda bir səmadan soyuq bir külək əsdi, yəni ildırımlar çaxdı, yağış yağır orada. Təsəvvür edirsiniz, ildırım çaxır, qara buludlar gəlir, tutqun buludlar. Səma belə bozarır, tünd göyə çalır, o ildırımlar çaxır. Mənim Annabellim işidir.
Yəni onların boynuna atır da. Biz burada incə şey də var. Biz bu çox qatlı bir şeydir dostlar, çox qatlı. Amma məsələn üçün indi o sevgilisi ilə görüşürlər də bir-birinə heç kim bilmir də. Bunun sevgilisi ilə bir yerdə bir sevgi yaşayırlar, gizli sevgi yaşayırlar. Soyudur, qız soyuqlanır. Uşaqdır da soyuqlanır. Qızcığaz da yəni soyuqlanır. Necə olacaq bunun işi? Bunun necə olacaq? Xəstələnir. Bu da onların boynuna atır. Başa düşdün necə? Bu əzabın çəkir də. Bir də belə bu tərəfdən də baxmaq olar. Bu aşiq əzabın çəkir ki, mənim sevgilim mənə görə vəfat elədi. Yəni mənlə yaşadığı sevgiyə görə vəfat elədi. Yəni deyək ki, ona soyuq oldu da. O görüşə gəlirdi məndən, ona soyuq oldu. Xəstələndi. Ona görə xəstələndi ki, bizim sevgimiz çox böyük idi. Bunu o mələklər elədilər. Səmalardan göndərdilər o küləyi, o ildırımı, o soyuğu, yağışı. O mesela azabın, həm də əzabını verib. Yəni onlar bunu elədilər də. Ona elə onların boynuna atır həm də. Onların boynuna atır. Amma halbuki qız həm də sevgisindən ölür də, sevgisindən ölür, eşqindən ölür. Bax. But it's all so that her highborn kinsman came and bore her away from me to shut her up in a sepulchre in this kingdom by the sea. Burada çox qəşəng bir söz var. Kinsman. Highborn kinsman. Çox əzətli sözdür. Bedir. Kinsman. Bu söz necədir? Mənə çox xoşuma gəlmişdi. Yəni bunun bu qız şahzadə tipi var qızın. Şahzadə tipi var. Bunun highborn kinsman. Belə başa düşürəm ki, yəni bunun soylu, belə nəcabətli bir nəsli var. O gəlirlər onlar, o nəcabətli adamlar da, belə deyək. Highborn kinsman. O nəcabətli adamlar gəlirlər, dostlar. Qızı götürüb aparırlar. Bundan ayrılırlar da, yəni onu demək istəyirdi. Yəni onu ayırdılar, qız xəstələndi, üşütdü, xəstələndi də, vəfat eləyir. Qız vəfat eləyir, deyir, onlar məndən ayırdılar onu. Onu məndən ayırdılar. Və onu bir yəni onu bir bilirsən nə? Azərbaycanca necə idi o? Bir də göstərəcəm, üzr istəyirəm. Bir də ona baxın. Deyəcəyim iyisi dostlar. Çox özür istəyirəm. Amma tapmaq istəyirəm. Bilirsiniz, yəni o qızı deməyi də dediyim kimi də bastırdılar da, belə deyir dostlar. Əzabla deyir də, deyir, onu gəldilər, onun o əsl nəcabətdə uzatdılar da, onun o tayfası, belə deyək. Ayırdılar, məndən ayırdılar onu bastırdılar da, belə deyək. Dəfn elədilər, belə deyə bilərik. Bu sonra tapmaq istəyirəm dostlar, mən onu dəqiq, üzr istəyirəm dostlar. Bir də onu tapın, dəqiqləşdirək. Baxmamışam, üzr dilərim. Bəli dostlar. Hə dostlar, qəbiristanda bastırdılar, bəli. Deyir, onu məndən ayırdılar, bastırdılar, o da highborn kinsman. Yəni onun o yüksək zatlı tayfası da, onu məndən ayırdılar. In this kingdom by the sea, dəniz qırağındakı bu krallıqdakı bir qəbristanda bastırdılar. Təsəvvür edin, qotikvari bir ruh halı var dostlar. Əzab var burada, vicdan azabı var müəyyən qədər. Yəni və qızın qəhrəmanlığı var, sevgisinə görə həlak olur da.
Yani çünkü o kadar çok sevir ki, yani sevgisi sevməkdən başka bir şey düşünmür. Sevgilisini sevməkdən başka bir şey düşünmür. Hayatını doldurur o sevgidə onun. Ona göre görüşe gelir, soyuğa düşür, üşüdür ve həlak olur. The angels, not half so happy in heaven, went envying her and me. Hmm. Yes, that was the reason, as all men know is his kingdom by the sea. Hmm. Hmm. Deyir, hər kəs bilir ki, deyir, hər kəs bilir də, o o o o mələklər var, cənnətdəki mələklər var, bizim qədər, bizim yarımız qədər xoşbəxt deyildilər də. Yəni onlar bizim qədər xoşbəxt deyildilər, o mələklər, cənnətdəki mələklər bizim qədər xoşbəxt ola bilməzdilər. Biz sevgimizlə o qədər xoşbəxt idik, o qədər xoşbəxt idik. Ona görə deyir, onlar onu məndən aldılar. Qıskandılar. Bu da deyir envy, yəni həsəd duydular, qıskandılar və məni ayırdılar, Anna Belliyimdən ayırdılar məni sevgilimdən. But our love, it was stronger by far than the love of those who were older than we, of many far wiser than we. Bax deyir ki, bizdən böyüklərin belə sevgisi, bizdən daha ağıllı, kamallı olan adamların sevgisi belə bizim sevgimiz qədər güclü deyildi. Bizim o saf sevgimiz qədər güclü deyildi də, bizim o ilkin, çiçəklənən, təravətli sevgimiz kadar, o gənclik sevgimiz kadar değildi de, güclü değildi. Bizden yaşlıca böyüklərin sevgisi, müdüşlərin sevgisi, daha kamallı adamların sevgisi daha güclü değildi. Və deyir, nə, samadakı nə samadakı, cənnətdəki mələklər, nə dənizin altındakı iblislər, demonlar, iblislər deyir, heç vaxt mənim ruhumu, qəlbimi, mənim gözəl Anna Belliyimdən ayıra bilməzlər. Onun qəlbindən ayıra bilməzlər. Nə olursa olsun. Nə olursa olsun. Heç vaxt ayıra bilmədilər. Bax. For the moon never beams without bringing me dreams of the beautiful Anna Belli. And the stars never rise, but I feel the bright eyes of the beautiful Anna Belli. Deyir ki, bilirsən nədir? Deyir, yəni, onun, yəni, günə, ay, həmişə, nə vaxt ki görünmür ay, samaya qalxmır, o bunu mənə Anna Belli haqqında yuxular, röyalar gətirir. Yəni, bunsuz ay yoxdur, ay bunsuz olmur, bunsuz mövcud olmur, bunsuz təcəssüm etmir, təzahür etmir. Mənə həmişə Anna Belli ilə bağlı ayı deyir də, röyalar gətirir. O krallıq, yalqız bir aşiq, sevgilisini itirmiş aşiq, ağır əzab, müəyyən qədər vicdan əzabı, qızın qəhrəmanlığına sevgi, bütün bunlar hamısı bir yerdə dəniz qırağındakı krallıq, dəniz, samanın bozduğu göylüyü, ildırımların çaxması, o yağışlar, dəniz qırağındakı yağışlar, bütün bunların hamısı da, bunların hamısını düşün. Bir də ay var orada, ay çıxır da. Deyir, indi bu aşiq yalqız qalıb da, sevgilisiz qalıb. O aya baxır, amma ay buna sevgilisi ilə baxır, röyalar gətirir. Və bunsuz ay mövcud olmur. Mənə həmişə röyalar gətirir. Deyir ki, bilirsiniz necədir, mənası bilsə necədir?
ulduz görünsə də, görünməsə də, mənim deyir, gözəl, gözəl, məlahətli Anna Berlini baxışlarındakı işıltını mən görürəm. Onlar mənim üçün ulduz kimidirlər. Yəni ulduzlarda onun baxışlarını görürəm. Ulduzun ışıltısında onun baxışını görürəm. Yəni ulduz olsun, olmasın, onun baxışları mənim xəyalımdakı baxışları mənim üçün ulduz kimidirlər. Ulduz kimidirlər. And so all the night tide I lie down by the side of my darling, my life and my bride, in her sepulchre there by the sea, in her tomb by the sounding of the sea. Deyir ki, və deyir, bax bütün bu gecələr boyunca da, bu gecələr boyunca mən onun qəbristandakı məzarı yoxdur, onun məzarının yanında uzanıram, deyir. Yəni heç bir şey mənim ruhumu onun ruhundan ayıra bilməz də. O mənim əzizim idi, doğmamdır, deyir. Mənim həyatım və mənim gəlinim, deyir. Onun o mən məzarının yanında uzanıram. Uğuldayan dənizin qırağındakı məzarının yanında uzanıram. In her tomb, by the side of the sounding sea. Yəni uğuldayan dənizin qırağında uzanıram və onu gözləyirəm. Mənim ruhumu onun ruhundan ayırmaq olmaz. Belə bir şeydir, dostlar. Bilmirəm sizin xoşuna gəldi ya yox. Mənim çox sevdiyim şeylərdən biridir və ən əsası o melodikliyinə, musiqiliyinə görə. Bəlkə də o musiqili çatdıra bilmədim çoxdur dostlar, amma bunu daha yaxşı belə deyək, bu aləmin içərisinə girib, siz də məsələn istəsəniz, bu aləmin içinə girib, bu şeiri tapıb məsələn üçün müxtəlif cür şəkillərdə özünüz də təcrübədən keçirə bilərsiniz, oxuya bilərsiniz, oradakı musiqiliyi duya bilərsiniz, çevirmələrini tapa bilərsiniz, tərcümələrini tapa bilərsiniz və s. Bununla bağlı musiqilər də olmalıdır. Məsələn, YouTube-da var, sonra bunu çoxlu müəlliflər oxuyublar, çoxlu qiraətçilər oxuyublar, elə özgün variantında da oxuyublar. Ruscada yəqin ki var, başqa dillərdə də bəlkə tapmaq olar. Siz də bunları oxuyub, ləzzət ala bilərsiniz dostlar bu şeirdən. Əlbəttə bu şeirin özü ayrıca bir kiçik aləmdir, şübhəsiz. Orada o aura, atmosferi mən istəyərdim siz sezəsiz. Əlbəttə bu şeiri deyən xəyalı aşiqin qəlbindəki hissiyatların ifadəsi idi, xatirəsinin ifadəsi idi. Amma belə bir hal ola bilərmi? Yəni ola bilərmi ki, bir kəs sevdiyinin məzarının yanında uzansın, məsələn, o ayrıla bilməsin amma. Belə bir hal ola bilərmi? Mən düşünürəm ki, ola bilər dostlar, ola bilər. Yəni bəlkə də nadir hallarda da ola bilər, belə sevgilər ola bilərlər nadir hallarda. Yəni bu cür bir şeirin içərisində də bu cür bir ruhi əqrabalıq, ruhi yaxınlıq, bu cür bir çox dərindən bağlılıq, dərindən doğmalıq bəli ola bilərdi və məncə Edgar Allan Poe buna qabil idi. Bəli, buna qabil idi. Yəni onun varlığının bir tərəfində mütləq şəkildə belə bir həqiqi bağlılıq, doğmalıq, sevgi, yəni çox o səmadakı serafimləri qısqandıracaq dərəcədə bir sevgi ola bilərdi. Təmiz, çox belə dərin doğmalıq yaradan. Sanki sən min illərdir tanıyırmışsan kimi, sevgilini min illərdir tanıyırmışsan kimi duyğu ilə bağlı bir sevgi ola bilərdi. Dostlar, amma yenə də bunlar biz bu aləmin içərisində bunu şəhərlikdə bir ədəbiyyat aləminin içərisində, poeziya aləminin içərisində orada bu aləm, bu halları duymağa çağırdım siz dostlar. Yəni o aləmin içərisində o qotikvari, nağılvari, bədi, Edgar Allan Poe-vari bədi aləmin içərisində dostlar istəyirəm ki, bunu duyaq biz. Mən anlaşıqlı oldu mu dostlar? Anlaşıqlı oldu mu? İzah edə bildim mi? İstəmişsiniz onun türkçəsini də oxuyun. Onun türkçə bir variantını da oxuyacağım. Düzdür, o dərin, çox şey tərcümə deyil, belə bütöv
dolğun tərcümə görürsən, Balmontun tərcüməsi daha qəşəng tərcümədir bu ruscası. Amma bunu da oxumaq olar. Melih Cevdet Anday bir türk şairin tərcüməsi dostlar. Baxın, onu da oxuyum sizin üçün. Sənelərcə əvvəldir bir dəniz ülkəsində yaşayan bir kız vardı. Biləcəksiniz ismi Anna Belli. Heç bir şey düşünməzdi sevilməkdən və sevməkdən başqa beni. O çocuk ben çocuk, memleketimiz o deniz ülkesiydi. Sevdalı değil, kara sevdalıydık ben ve Anna Belli. Göklerde uçan melekler kıskanırlardı bizi. Bir gün işte bu yüzden göze geldi o deniz ülkesinde. Üşüdü bir rüzgarından buludun, güzelim Anna Belli. Götürdüler el üstünde. Koyup gittiler beni. Mezarı oradadır şimdi o deniz ülkesinde. Biz daha bahtiyardık meleklerden. Onlar kıskanırdı bizi. Evet. Bu yüzden şahidimdir herkes ve deniz ülkesi. Bir gece rüzgarından buludun üşüdü gitti. Anlı belli. Sevdadan yana kim olursa olsun yaşça başça ireli geçemezlerdi bizi. Ne yedi kat göklerdeki melekler, ne deniz dibi cinleri. Hiçbiri ayıramaz beni senden güzelim Anna Belli. Ay gelir ışır, hayalın erişir, güzelim Anna Belli. Orada gecelerim uzanır beklerim sevgilim, sevgilim hayatım, gelinim. O azğın sahildeki yattığın yerde seni, orada seni gözləyərəm. Azğın yerdəki o uğuldayan dənizin qırağındakı məzarlıqda həmişə səni gözləyərəm. Sevgilim, sevgilim, hayatım və gəlinim. Belə bir dostlar qəşəngdir. Mənə görə qəşəng şeydir. Mən sizin xoşunuza gəldi deyə. Bunu da oxudum, amma burada görürsünüz o detallar, o incə detallar verilməmişdi, amma bu da sevimli tərcümə sayıla bilər. İlkin başlanğıc olaraq. O Hayborn Kinsman məsələn orada verilməmişdi də, yəni o onun belə o əsl nəcabətli zatlar gəlib onu götürürlər də məndən ayırdılar. Belə dostlar, hələlik özünüzdən müayət olun. Ümid edirəm aydın izah edə bildim fikirlərim dostlar. Fəqət bu videoya da bir neçə dəfə baxmaq olar. Söhbəti tutmaq üçün, daha yaxşı tutmaq üçün mənim çəkdiyim videoda bir neçə dəfə baxmaq olar dostlar. Hələlik poeziya dünyasından çıxıb əzizdən müğayyət olun dostlar. Gecəniz xeyrə qalsın.